Mən təbərrük üçün iki nöqtə istəyirəm bu gün zikri müsibət hissəsində toxunam ki, bəhsimiz də yekunlaşaq. Bəndə həqir bu Mavi Mərmərə qəmisinin qarşılanmasında o qəmidə şəhid olmuş ən cavan bir şəhid var, 19 yaşında bir şəhid var, səhv eləmirəmsə yaş elədi. Bir şəhid Furqanın atasının bir çıxışı oldu orada. Onu istəyirəm bölüşəm. Ki, bilsinlər ümumiyyətlə müsəlmanın ruhiyyəsi nədir? Müsəlman tanımayanlar bilsinlər müsəlmanın ruhiyyəsi nədir? Hər yerdə bu cürdür ruhiyyəsi. Türkiyədə də belədir, İranda da belədir, İraqda da belədir. Harada müsəlman var, ruhiyyəsi belədir. Haricdən götürülməyə ehtiyac yoxdur. Şəhid Furqanın atası çıxışında dedi ki, bizdə bir misal var. Bizdə bir misal var, əski şeylərdən, köhnə şeylərdən hədiyyə eləməzlər. Allahım, qəbul elə, mən sənə nocavan, yeniyetmə balamı şəhid verdim, qəbul elə gidə. Biz müsəlmanların bu əqidəsi var. Türkü də, İranlısı da, Ərəbi də, Azərbaycanlısı da, İtalyanı da, Fransızı da, müsəlman ola. Bunun bu ruhiyyəsi var. Bu ruhiyyəsi var. Şəhid Furqanın atasını da görəsən hansı xarici öyrədib, durub çıxışlayır İstanbulda. Belki onu da kimsə öyrədib ki, bu sözləri deyir. Ayıb olsun, adamın əxlaqı olar, ədəbi olar. Deyir, Allahım, qəbul elə bizim bu yeni nocavan hədiyyəmizi. Bizlər deyir, atalar misalımız var ki, bizlər köhnədən hədiyyə eləmərik. Oynamayın bu dindarların hissləriyle. Bu yaxşı insanlardır. Millətə, topluma, dövlətə fayda verən insanlardır. Qarabağ üçün sabah şəhid verən insanlar bunlar olacaq. Novigodda patta partiləyənlər olmayacaq. Torpaq qaytarmaq lazım olsa bunlar gedib şəhid olacaq. Bir də istəyirəm ikinci nöqtə deyəm Hocəsən müsibəti haqqında. İstəyirəm sizə Hocəsən rozəsindən danışam. Hocəsəndə 22 dənə hicablı balamız var. 22 hicablı balamız var. Bunlara böhtan atıblar, 3 nəfərini tutublar ki, bunlar güya gediblər, məktəbin şürəsini sındırıblar, 2 ağsaqqal tutublar, 1 caman tutublar. Mən heç nə demirəm, Allah şahiddir, Allah özü yerbəyər edəcək hər şeyi. Bir müsibətli cəhət budur ki, o tutulanların birinin ailəsidir ki, deyir, bizim ailəmizin ağsaqqalı bu məktəbin şüşəsi sınanda gedib şüşə düzəltdirib qoyan adamdır. Bu kəndin ağsaqqalıdır, gedib bu məktəbin şüşəsi sınanda gedib o məktəbə şüşə qoyub. Bizim kəndin ağsaqqal möminləri şüşə sındıran deyirlər. Bu bir müsibətdir, tutaq ki, bir neçə gün saxladıq. Sonra nə? Axırı nə? Onunla məsələ dəyişir. Ona görə Allahdan xüsusi tövfiqatlar istəyirik, xüsusi inayət istəyirik. İnşallah bu şər ki, bu bəla ki, inancların üstünə götürüblər. İnşallah bunu götürənlərdən, inşallah Allahdan bunlar üçün hidayət istəyirik inşallah. Bir halis tövbə istəyirik inşallah. Əgər tövbə ediləsi deyirlərsə, hidayət olunası deyirlərsə, Allahım şərlərini özlərinə qaytar. Amin. Allahım bizlərə düşüncə, ayıqlıq, zəkalıq, bəsirət nəsib eylə. Amin. Allahım bu imtihandan layiqincə çıxmağı nəsib eylə. Amin. Bir nöqtə dediyə yeri var deməyə. Bu 50 gündür məsələdən keçir. Bu ölkənin rəsmi dini qurumu var, Qafqaz Müsəlmanlar İdarəsi. Moskvada işləri həll edir, Gürcüstanda işləri həll edir. Bu məmləkətdə 50 gündə hicab problemi var. Bir dəfə o da bir ay bundan qabaq söz danışıb. Müşahidəçi kimi özlərini aparmasınlar. Bu məsələyə dursunlar, sahib çıxsınlar, aydın danışsınlar. Dururlar, dursunlar, durmurlar. Bilinsin ki, Azərbaycanda belə bir qurum, belə bir insanlar heç yoxdur. Müşahidəçi kimi özlərini aparmasınlar. Bu məsələdə müşahidəçi olmağa qoymayacaq. Bu başqa məsələ deyil.
İşimiz yoxdur, həc necə oldu, niyə görə neçə mindən nə qədər aşağı gəldi. İşimiz yoxdur, niyə bu məmləkətdə müsəlmanların işləri inkişaf eləmir. İşimiz cürbəcür məsələlər var, onlarla işimiz yoxdur, sual da verməmişik heç vaxt. Amma gəlib vacibatlarımızı yaşadmağa imkan verməyəndə, müşahidəçi qalmağa imkan verməyəcək. Sual edəcək yanası. Sual veririk, müşahidəçi niyə qalırsınız? 50 gündə bir dəfə, o da bir ay bundan qabaq rəy bildirilib. Bir dəfə rəy bildirilib. Ölüb gedəcək özü hamı, oradakılar da bizdə. Hamımız bir gün ölüb gedəcəyik. Bilinmir, kimin 5 ili qalıb, 10 ili qalıb, 20 ili qalıb, 1 günü qalıb, 2 günü qalıb, hamı bir gün gedəcək. Amma necə gedəcək? Necə gedəcək mühümdür. Necə gedəcək mühümdür. Məsələ budur. Müşahidəçi olmayacaq bu məsələdə. Din adına olan insanlar müşahidəçi ola bilməyəcək bu məsələdə. Rəy bildirsinlər, mövqe bildirsinlər. Sual qoysunlar. Aydınlıq götürsünlər. Bu Quranın əmridir. Aydınlıq götürsünlər. Durub Misir Mərdanov təhsil naziri hicab haqqında danışanda müçtehidin mərcinin sözünün qabağında qələt edib söz deyəndə seslərini çıxartsınlar ki, sən müçtehidlə, mərcəklə ağız bağıza vermə, qələtini otur yerində. Bunu seslərini çıxartsınlar. Əgər bu qurumbuz varsa bu işlər üçündür də. Bir fətva verin, bir açıqlama verin. Deyin, təhsil naziri, sənlik dör bu məsələlər, girmə bu işlərə. Dünən təhsil naziri, sənin işin təhsilin işləridir, təhsil işləri ilə məşğul ol. Sən ixtisasınla bağlı danış, öz fənninlə bağlı danış. Yəni, bu cür bir müsibət olmaz ki. Və bu məsələlərdə yalnız onu demək istəyirəm ki, bütün mühit narahatdır, bütün mühitin ən ciddi hisslərinə bu toxunub, hamı bunun məsələsinin fərqindədir. Allahdan tövfiqat istəyirik ki, zehinlərimizi, düşüncələrimizi özü bir xüsusi işıq salsın inşallah. Bu məsələlərdə bəyəndiyi kimi çıxış yolları inşallah tapaq və həyata keçirdək inşallah. Allahım, sənə and veririk böylüyü və bizləri bu məclislərdən, Əba Abdullah məclislərindən bağışlanmış halda çıxmağı nəsib eylə. Allahım, bizləri aqibət xeyirli eylə. Allahım, bizləri İsmaillarımızı qurban vermək ləyaqətini nəsib eylə. Allahım, bizləri vacibatlarımızı yerinə yetirmək ləyaqətini nəsib eylə. Allahım, mömin-i möminatı, xüsusən Hüseyin əzadarlarını, xüsusən bu cəmdə olan insanları dünya və axirətdə Həzrəti Zeynəblə məşğul eylə. Allahım, cəmdə olan xəstələr var, cəmin nəzərində olan xəstələr var. Xanım Fatimə Zəhra salamullah aleyhəyə xatir şəfa inayət eylə. Allahım, ruzu müşkülü olanlar var. Allahım, dilə gələn, dilə gəlməyən çətinliyi olanlar var. İnşallah xanım Rüqeyyəyə xatir öz xüsusi inayətini göstərginə. Allahım, ruzu baxımından mömin-i möminatı qədə-güdəyə möhtac qərar verməginə. Allahım, rəhmətə gedənlərimizi Kərbala şəhidlərinə xatir bağışlaginə. Allahım, övladlarımızı davamlı olaraq Əhl-i Beytin xüsusi nəzarətində olmasını nəsib eylə. Allahım, müsəlman hanımlarını, hanım Zəhraya, salamullah aleyhəyə, hanım Zeynəbə, salamullah aleyhəyə, layiq eylə. Allahım, hanımların iffətinə uzanan qara əlləri, hicaba uzanan qara əlləri, xüsusən haricdən lənətli siyonistlər tərəfindən uzanan bu qara əlləri məhv nabud eylə. Allahım, inşallah, o kes ki, qəlblər onun intizarındadır, qəlblər onun intizarındadır. O Mövlamızın zuhurunu təcil eylə. Allahım, bizim Mövlanın nökərlərindən qərar vergilə. Allahım, bizləri Əba Abdullaha layiq eylə. Allahım, dillərimizi Hüseynə eylə. Gözlərimizi Hüseynə eylə. Qulaqlarımızı Hüseynə eylə. Vücudlarımızı Hüseynə eylə. Qəlblərimizi Hüseynə eylə. Qədəmlərimizi Hüseynə eylə. Evlərimizi Hüseynə eylə. Bayramlarımızı Hüseynə eylə. Allahım, şəhərlərimizi Hüseynə eylə. Məmləkətimizi Hüseynə eylə.
məmurlarımızı Hüseynə eylə. Qarabağımızı Hüseynə eylə. Qüdsümüzü Hüseynə eylə. Qəzzamızı Hüseynə eylə.